Privet. Mənim adım Fidan Türksoy. Əgər çoxdan məni izləyirsənsə, məsələn TikTokdan izləyirsənsə, artıq məni tanıyırsan. Hər gün 21:00-da canlı yayımım olur. Gəlib dərsi kənardan izləyə bilərsən. Deməli, bugün biz başlayacağıq быть fe'lindən. Keçmiş, indiki və gələcək zaman haqqında danışacağıq. Быть və bывать fərqləri nədədir? Harda istifadə olunur? Bilmək istəyirsən? O zaman başladıq. Поехали. Быть tərcüməsi olmaq və idi deməkdir. Keçmiş zamanda был, была, были, была. Olub kimi gələcək. Məsələn, qarşınızdakı insan qadındır. Deyirsiniz ki, sən burada olmusan, necə soruşacaqsınız? Ты была здесь. Ты была здесь. Sən burada olmusan. Və yaxud hər hansı bir kişi, oğlan deyir ki, mən bir dəfə burada olmuşam. Təkrarı yoxdur. Bir dəfə olmuşam. Я один раз был və yaxud kişidən söhbət gedir də. Я один раз был здесь. Mən burada bir dəfə olmuşam. İndiki zamanı быть fe'linin yoxdur. Bəs gələcək zaman haqqında nə demək olar? Я буду, ты будешь, он, она будет, мы будем, вы будете, они будут. Məsələn, deyirsiniz ki, mən sabah orada olacağım. Bəs sən olacağım. İdi, olmaq eşidirsinizsə, avtomatik bilin ki, söhbət burada быть fe'lindən gedir. Mən sabah orada olacağım. Bəs sən? Я завтра буду там, а ты? Я завтра буду там, а ты? Və yaxud demək istəyirsiniz ki, mən bilmirəm, biz olacaq ya yox. Yenə də Azərbaycan dilindən artıq görünür ki, söhbət gələcək zamandan gedir. Mən bilmirəm, olacaq orada ya yox. Я не знаю, мы будем или нет. Я не знаю, мы будем или нет. Bəs bывать fe'li haqqında nə demək olar? Bывать fe'li. Bывать fe'li быть fe'linin daimiliyini göstərir. Yəni bitməmiş formasıdır. Demək istəyirsiniz ki, mən bir neçə dəfə olmuşam orada, məsələn. Я несколько раз бывал və yaxud бывала. Baxır kim deyir. Я несколько раз бывал və yaxud бывала tam. İndiki zamanı yoxdur, amma daimi var. Necə? Necə hallanacaq? Бываю, я бываю, ты бываешь, он, она бывает,
мы бываем, вы бываете, они bывают. Məsələn, deyirsiniz ki, sən tez-tez burada olursan, ты часто, artıq часто sözü varsa, deməli mən daimilikdən istifadə etməliyim. Ты часто bываешь здесь. Sən tez-tez burada olursan. Gələcək zamanında istifadə olunmur. Yəni, ya часто буду бывать, yox. Dediyim kimi, быть bitmiş zamanda, bывать bitməmiş zamanda. Daimiliyi göstərir. Быть fe'linin keçmiş zamanı, gələcək zamanı var. Bывать fe'linin keçmiş zamanı var. Bir də indiki zamanı var. Daha doğrusu indiki yox, davam edici. Davam edici indiki zaman kimi eyni hal alır. Onu da unutmayın. Yəni, mütləq şəkildə YouTube kanalına abunə olun. Çünki burada hər gün təzə fe'lləri müzakirə edəcəyik.